Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, Məmmədoğlular servisi deyilən ərazidə marşrutdan, 202 marşrutundan, 203 nömrəli marşrutdan təxminən hardasa 300-400 metr məsafədə, 3 sotun içində 2 mərtəbəli manatla inşa olunmuş 210 kvadratlıq bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Ev, demək, ara mərtəbəsi monolit də olsa 7 otaqlı evdir. 3 otaq, 1 zal, 2 yataq otağı aşağıda, 4 otaq da yuxarıdadır. Öz otaqlar da tam geniş, ürəkaçandır. Gördüyünüz kimi də evin xarici görünüşüdür. Həyətinə rahat, 4-5 maşın rahat daxil ola bilər. Drapları qoyulub həyətinə gördüyünüz kimi Allah daşlarla üzlənib, giriş darvazası var, ayrıca əl qapısı var. Ev tam hazır, ideal vəziyyətdə təmir olunmuş bir evdir. Daxil oluruq indi evin içinə, tanış olaq. Buradan daxil oluruq evin içinə. Həyətimi də ətraflı belə çəkirəm. Bir sotdan çox həyəti var, hörmətli izləyicilər. Gördüyünüz kimi də həyəti də rahat, əlverişlidir. Buradan daxil oluruq evin içinə. Girən kimi demək, sağda geniş bir zaldır, həm də 2 dənə belə qapı qoyub, geniş qoyulub qapıları. Pəncərələri gördüyünüz kimi geniş şəbəkə ilə 4 metrin 8 metriyə qonaq otağıdır. Özdə tavanlar da çox sadə yığılıb, elə çox bir bəzək-düzək vurmayıblar. Rahat eni 4-dən də hələ geniş olar, bəlkə də 8 metrdə uzunluqdur. 30-35 kvadrat rahat zalıdır, yəni qonaq otağıdır. Burada bir dənə ayrıca bir uşaq otağı kimi belə aşağıda nəzərdə tutulmuş balaca bir otaqdır. Hardasa 12 kvadrat olar. Keçirik bura. Sağda bir dənə böyük yenə bir yataq otağı. Bu da hardasa 24 kvadrat. Geniş otaqlı evlər. Yəni bunu nəzərdə çatdırıb. Pəncərəsindən də tam rahat evin içində işıq düşür. 4-ün altı 24 kvadrat olar. Tabanlarda çəkim. Ev çox sadə yığılıb. Yəni ağ aboylardan istifadə olunub, açıq aboylardan istifadə olunub, ağ qapılardan istifadə olunub, amma dediyim kimi sadə yığılıb. Burada mətbəx hissəsidir. Mətbəxi də hardasa 20 kvadrat olar. Təxmini ölçülər, hörmətli izləyicilər, az fərq edir. 4-ün 5-ə rahat var. Bəlkə də çoxdur. 4 metrdən də elə çoxdur. Genişdir. Yəni rahat burada içi otur buradan. Yəni elə bir genişliyi var buranın. Bura birinci mərtəbənin sanuzeli. Gördüyünüz kimi düzdür, genişdir, yəni elə də balaca deyir. Yuxarılar asma tavanla yığılıb, yəni padislamla yığılıb. Gördüyünüz kimi də təmiri göz qabağındadır. Qalxırıq buradan yuxarı. Pləkanları beton monolitdir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Yəni betondan tökülür pləkanları da. Ara mərtəbəsi də beton monolitdir. Girən kimi sağ tərəfdə. Burada bir hardasa 15-16 kvadratlı bir yataq otağı. Pəncərələr yenə işıqlı, gördüyünüz kimi hündür. Balkona çıxmaq üçün qapısı. Burada yenə aşağıdakı olduğu kimi geniş yenə bir zal kimi bir otaqdır. Gördüyünüz kimi hardasa bu da 4 metrdən çox enidir, 8 metrdə uzunluğudur. Burada da yenə eyni şey kimidir. Bu da hardasa 7 metr olar. Geniş otaqdır bu da. 4 metrdən çox enidir. 6-7 metrdə uzunluğudur. 28 bir yataq otağıdır. Otaqlar həqiqətən geniş, ürəkaçandır hamısı. Burada da 4-ün 5-i hardasa bir geniş yataq otağıdır. Gördüyünüz kimi də. Pəncərələrlə tam rahat evin içində işıq düşür, gördüyünüz kimi. Sonda da, hörmətli izləyicilər, burada 2-ci mərtəbənin sanuzelidir. Yuxarılar da yenə asma tavandan yığılıb, təmirdə qaydasında. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə, 055 389 38 08 nömrəsinə əlaqə saxlasın, evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifələrinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasını, hörmətli izləyicilər. Nəzərinizə çatdırım evin, yəni sənədləri də
bələdiyyə sənədindən olacaq. Bunu da nəzərdə çatdırım. Evin qiyməti də 178 min start qiymətdir. Real alıcı olsa indirim olmağına birbaşa sahibindən görüşəcəksiniz. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. 178 min. Yəni indirimdə yiyəsi ilə danışacaqsınız. Yenə də bugünkü vəziyyətdə bazara uyğun qiymətdə yaxşı qoyulub, yəni baha da qoyulub. Bunu nəzərdə çatdırım. 178 min start qiymət. Real alıcı olsa